Yox az, yox ağız. İndikilər nə bilirlər ki, ha? Ər nədir, nədir, ailə nədir, qədir nədir, qiymət nədir? Yo, heç nə, heç nə. Bir dənə də söz deyəndə ki, ha, ayağın yandı, geri çək, tutardı, çıxdı, getdi. O deyək gedir, otur atasının xarabasında. Tutardı, getdi. Nə var ki, mənə söz dedilər. Nə dedilər sənə? Zəhrimar dedilər, azcar dedilər, boğma dedilər, çor dedilər, nə dedilər? Biz əziyyət çəkib elə istəyir, biz də əziyyət çəkək. Mırıldama yine orada. Görsən telefonla danışıram. Görməmiş. Sonradan görən. Bax. Telefondur bu. Harada görmüsən? Adım kimi əminəm. Bir həftəlik çay getirib gəlib qoyub mənim qabağıma. İnanırsan sən? Bu dünyasında mənə təzədən çay verməz. Baxmayaraq ki, mən noxoşam. Parmaqlarım boşsa ver mənə, çişliyim bu çayı içim. Qanacağın qabiliyyətin qalsın atonun xarabasında elə. Bax, görməyib də. Ağız öydə pişməyib, boğuşdan gəlməyib, görməmişim birisidir də. Of, qurban olum sizə ay atalar. Nə yaxşı demişsiniz ki, meşədə qozun yaxşısını çaqqal yiyər. Hər ay bala, danışma, danışlasın dərd deyil. Cəbiş gəldi, mən sonra sənə zəng edərəm. Babam. Oğlum Cəbrayıl. Ay canım. Mama ölür. Mama ölür. Allah eləməsin, ölsün səni istəməyənlər ay mama. Ürəyim buramda vurur. Ürəyim səhərdən mənimlə çarpışır. Mən vururam, o vurur, mən vururam, o vurur, mən vururam, o vurur. Ay mama, əsas odur vurur. Narahat olma, yaxşısan. Yox, özsən ilin günün bu vaxtında anan qurban göstərmə. Neyinirdin axırıncı köpüyü quruşub bu gülə verib, mama üçün gül alırsan? Nəyə lazım idi? Mən artıq ölürəm. Ver onları arvadı bu. Ay mama, sənə qurban olaram. Elə onun üçün almışam da. Həri, ona verirsən? Hə, nə olar? Ver arvadın Gül xanıma gülləri. Mən ana, hanı məndə o bəxtəvərlik ya? Mənim oğlum, bir dənə oğlum mənə gül alsın, getirsin, gəlsin. Ver ona. Eybi yox, narahat olmamız da evə gedir, hamımız bir evdə yaşayırıq. Prosta yazığım gəlir, güllərə evdə solacaqlar hamısı. O evə gül də ziyandır. Kimdir burada paprus çəkən? Hə? Kimdir burada mikrob? Ne demək istəyirsən? Kimdir burada bakteriya ki o gülləri soldursun? Açıq dinə, oğlumun yanında deyilən də. Bax kim oğlumun yanında deyilən də. Ay ana, narahat olmayın, sənə görə demirdim. Deyirəm, yəni pəncərənin qabağı gün almır. Yeni tikili tikiblər axı, ona görə günəş almayacaq yazıq. Fotosintez falan var, yeni tikili var, ona görə. Sən bilirsən nəsə? Səndən analar doğmayıb, doğmayacaq da. Heç nə olmadı, narahat olma. Necə heç nə olmadı? Tez ol bala, tez ol tüpür bura görə. Tüpür. Elə. Ana, o inanc o süpürgəyə aiddir. Sən artıq hər şeyi qarışdırmağa başlamısan. Ay bala, nə dəxli var? Bu da evi təmizləyir də. Üstüvə şəl atarlar ya bala. Tez ol tüpür. Elə. Aha. Doğrudan çok sağ olun. Sağ olun. Lale. Ha. Benim işte vəzifəmi qaldırırlar. Dur bunu görüm. Bir dəqiqə. Neymişsin? Ne kadar sen?
Deyəndə göz dəyməsin də, göz dəyməsin. Sənin vəzifəyə qaldırma. Özü heç kimin yanında demə. Eşitdin? Heç kimə də demə. Sen ne konuşursan? Böyle böyle söyle o boyda holding diye hamı bilir. Kim bilir də sevincə yol getir hamıya çatdırdın elə. Ay elə biləcəklər ki, bunun üstündə oturmuşuq, ayağımız yerə dəymir. İynəyi bunu, iynə gözləməsin, it ağzındayıq, biz it ağzında. Yaxşı, yaxşı. Ay sağ ol, deyən görüm, Pardon, biraz soğuk. Ay sağ ol. Bax, elə biləcəklər varımız, dövlətimiz başımızdan aşır. Heç kimin yanında demə, göz dəyməsin, göz dəyməsin. Yaxşı. Bax. Gör nə tər çarta-çartla yanır. Göz də, hamısı göz. Bəh, elə özümə də göz dəyər. Ay ana. Bu nədir axı başımın üstündən asmısan? Göz muncuğu. Ana, əlimlə tutmasaydım düz başımın üstünə düşəcəkdi. Bunu qapının ağzından asırlar, yatağın üstündən yox. Lale. Pal-paltarımdan bir banka duz yığmışam. Gene ne onu çıkarmışam? İt ağzındayıq da. Üstümüzdə nəfs var. Ay kız duzu başa hərləyib ocağa tökürlər. Pal-paltarın üstüne yok. Orada tökürəm, üstünüzə də tökürəm. Hər tərəfli. Ana, sən bu inanclarla bizi qorumanın yerinə öldürəcəksən. Gah gözümün cığı, gah duz, gah üzerlik. Evde laboratoriya açmışam. Kaç yüzde? Yaxşı da, yaxşı. Get. Derse geçsen kızım. Kes ağzını. Sirkə suyu da xeyirdir. Gözə nəfsə sirkə suyu əladır. Əşi, bunun vaxtında yandırın da mikrofonu da. Bir. Hə, mənə exo ver oradan. Mənə bax, qıraq adamlar çıxsın səhnədən də. Çıxın da, işığı verin bu tərəfə, Donna'nın üzünə verin işığı. Bax, budur, bax. Donna, yavaş-yavaş nə eləyirsən? Bax, ləpələr. Dənizdə necə eləyirlər? Dənizdə ləpə necə alır? Bax, budur, bax. Elə, tutmuşsan. Tutub obrazı, tutub. Tutub, malades, tutub. Helal olsun sənə. Gəldin. Gəldi düzü qoyursan yerə. Demək, gülü götürürsən. Gedirsən, arxada dayanırsan. Bəli, arxada dayandın. Gülü iynəyəndən sonra sən ölürsən də. Nə gözəl tutub obrazı bu. Obrazı tutub obrazı. Üzr istəyirəm, necə sözünə var? Yaxşı. Uzan orada qal elə və salam qurtardı getə. Bilirsiniz də, mən illərdir bu sənətdə can qoymuşam. Nə söz eləmişəm, sözünüzdən çıxmamışam. Olar, bircə dəfə də mənə sözlü rol verin. Mən də sözümü deyim də. Nə yaxşı gəldin sən bu anda. Vay, gör nə gözəl gəldin sən. Bir yandan beynimi işlədirdim ki, kimə verim bu roli. İqbal, demək Rüstəm xəstələnib. Bəli, axşam gəlirsən, Rüstəmin yerinə çıxacaqsan. Nə danışırsınız? Bəli. Nə yaxşı. Vəssalam da, amma heç kəsə demirsən ha. Heç evdə, arabada da deməyinə, dostdaş tanışa da deməyinə, çünki düşər düşməzi olar. Başa düşdün? Gəlirsən Donna'nın yanına, elə bir söz yoxdur orada. Gəlirsən Donna'nın yanına, deyirsən ki, ayağı yerə qoy dizimi. Solu? Hə. Qoydum. Qoy belə, yerə qoy. Deyirsən ki, Donna, mən sənin can güdəninlə. Gəlmişəm səni xilas eləməyə. Yapışırsan ona ki, onu xilas eləyəsən də, başa düşdün ki. İndi bir dənə onu elə görün. Donna! Yaxşıdır. Tutub obrazı. Mən sənin can güdəninəm, ha! Səni xilas eləməyə gəlmişəm. Vəssalam. O ki, Donna yıxılır yerə ya. Sən onu qoyma ya, ölsün ha. Yaxşı. Başa düşdün, sən xilaskarısan ha. Sən qoyma yenə ölsün onu. Mən sənə orada kömək edəcəm qalan şeylər. Yaxşı? Get, axşam saat 6-da gəl, gözləyirəm səni. Oldu. Vəssalam. Tutub obrazı, tutub obrazı. Alo, Səkinə, qulaq as. 5-6 dənə yumurta qoysun, amma ilitma, yaxşı, elə gəlib içəcəm. Axşam tamaşam var, birdən səsim batar. Bəsin, sən yoldaşdan elə bir oğlan deyil, Oldu, yaxşı, cəld ol, süd al gəlirəm. Qonşu, salam. Salam usta, salam, necəsən? Sağ ol, yaxşı olasın. Ürəyindən nə keçir, hər şey var. Bax, motal pendiri, üzü pendir, gəncə qaymağı, süd, qatıq, nə istəyirsən? Yaxşı, təzə südün var. Bax, təzə, təzə. Bir balon ver mənə. Belə gözümə bir tər görsən sən, elə bir həyəcanlısan, nəsə olur? Pulun zadın olmaz ya.
Ya- Evi yoxdur. Ya, ya. Apar, pulun olanda gətirərsən. Yox, axşam tamaşam var. Özü sözlü rol veriblər mənə. Deyirəm birdən madalıq deyəndə səsim zadı tutular. Dedim süd alım içim. Hə, ucalardan uca olasan. Sağ ol, Hə, sağ ol. Axşam 6-da istəsən gəl bax. Gələrəm, gələrəm. Hə, şo, yaxşı. Gözlə. 7-də bazar bağlanır. bunu. 8-də gələrəm. Oldu, getdim. Sağ ol, hələlik qoy. Sağ ol, sağ ol. Daniel, Daniel hardasan? Mən səni görmürəm. Nə olar gəl. Diyan, onlara gedirsən. Diyanma, deymə. Yo, deymə. Tutub o burası, gör nə eləyir. Çox qorxuram. Ölümdən. Mən ölümdən çox qorxuram. Yox, diyan diyan. Hələ yox da, deyəcəm sənə. Sağ ol ondan. Daniel, Daniel. Vəssalam. Donna! Ay Donna! Allah çatdırmadım, öldü ya qız. Ha gördün ha neynədin? Səhərdən deyirəm burax məni, buraxmırsan. Öldüm ha Donna. Nə danışırsın? Vay. Biabırsınız. Gəldim oyuna. Asif, oyun dostluqdan söhbət düşdü. Dedim, mənim Asif kimi gözəl, canlı ciyərim dostum var. Ona nə lazım olub, mən çıxardım, həmişə ona köməkli eləmişəm. Mənə nə lazım olub, mən yenə ona köməkli eləmişəm. Çox köməkli eləmişəm Asifə. Pulum yoxdur, Vüqar. Səndən pul istəyən oldu. Bir yan qoy sözümü deyim də. Onda Bir evinçi olmuşuq səndən. hansı evinsə? Can sevin, sizin evinçi. Oyunu dolama məni. O vaxt bizim ev yox idi. Sonra 6 yaşımız vardı, yadıma gəlir. 6 yaşımızda müəllimə bizi uşaqlara nümunə göstərib dedi ki, uşaqlar, bax bu Asiflə Vüqar kimi möhkəm olun dostluqda. Yadıma gəlir o. Məktəbə getmişik ki. Niyə getməmişim məktəbə? Məktəb hansı idi? O bir bina var idi. Biz hər gün gedib gəldik. Sola dönəndə idi ki məktəb o. idi, sağda şeydi, kafe idi. O vaxt sol yox idi. Yox, təzə yaranmışdı. Var idi, sol nətər binəyə qədimdən. Tarixdən var, tarixdən. Ancaq sağ idi. Tarix demişsən, yadıma düşdü. Yadıma gəlib bizi 7-ci sinifdə tarix olimpiyadasına göndərdilər. Tarix hansı idi? O şey idi, o Nə, tarix? nəsə düzəldir deyə qızlar donzat tikirdi kuklaya. Yox, taxta yonurduq. Nəysə, göndərdi bizi ora, düzü tarix savadımız zəif idi bizim. Bilməm niyə göndərmişlər, amma göndərdilər bizi. Müəllimə dedi ki, bu uşaqlar orada yer tutmasalar da, dostluqda tarix yazacaqlar. Yadıma gəlir. Sən yadında nələr qalır? Biz Sən yadında qalmır. neçənci yer tutduq ki orada? Axırıncı yeri tutduq. Amma qadın düz deyirmiş, dostluqdan möhkəm olduq həmişə. Bir də yadıma düşdü. Yadıma gəlir, 10-cu sinifdə oxuyurduq. Qəhərlənmə tutur mən. Qoz yer, immunitetin zəifdir. Bax, immunitet demişkən, yadıma düşdü. Sən o vaxt xəstələnmişdin, qrip olmuşdun. Mən sənə banan gətirdim. Nə yalandan danışsan, o vaxtların qrip var idi, heç banan yox idi o vaxtların. Banan şeydir də bu Ay, sol. qabaq-qabağa qoyurlar vazıca, o süni idi o. Amma yeyəndə belə demirdin bananı. Toydan oğrayıb gətirmişdim onun üçün. Mən sənə görə özümü oda atmışdım. Burada cəmaət baxırdı mənə, utana banan birini götürdüm, gəldim sənin üçün. Eybi yoxdur. 10-cu sinif. Məktəbin fethi yadıma gəlir? 10-cu sinifdə. Yadıma gəlməz axı. Çünki sən bu dostluğun yaxşılıqlarını itirirsən. Girdib fethə, mən yemək almaq istədim. Öndüm sənə belə baxdım, görüm başı salmışsan aşağı. Dedim, Asif, nə olub? O vaxt çox adam pulu yox idi, elə danışır. Məndə var idi amma. Dedim, Asif, ürəyin nə istəyir, alım sənin üçün, ye. Eybi yoxdur, nə vaxt olar, qaytararsan. Qaytardım. Bax, indi məsələ də ondadır ki, onda yoxludur, indi varındır. Mən 8 marka qəpiyimi qaytardım. Lap belə Bəli, elə. bütün qırmızı xəttləri keçdik. O vaxt sənin pulun yox idi, indi varındır. Xahiş edirəm, mənim pulumu qaytar. Götürürük isə pərdəni. Başlayaq 1-ci sinifdən. Görək kimin kimə daha çox borcu var. Bax, başlayaq 1-ci sinifdən. Mənim atam gəlmişdi, ikimizdə də kökə almışdı, kişmişdi bulki.
Ay yadımda qalıb. Yadına gəlir kişmişdi kökələr. Bir dənə kişmiş olurdu içində. Belə yiyirdin kişmişə qədər yorulurdu. Yekə oğlansan. Kişmişdi bulka yadında qalır. Mən sənin üçün banan oğurub gətirmişəm. Sən kişmişdi bulka deyirsən. Görək də görəcək. Bax, ikinci sinif. İkinci sinifdə sinifdən yığışıb gedirdik Qəbələyə. Sən pul vermədin, mən səni yervə qoydum. 40 manat da bu. Keçək üçüncü sinifə. Yox, keç birbaşa 11-ci sinifə. Yo, elə yavaş-yavaş gedirik. Üç oxumamışıq biz. Yox, Üçü, dörd oxumamışıq, beş oxumamışıq. Üçüncü sinifdə sənin qələmin yox idi. Mən düşdüm, ikimizə də qələm aldım. Asım, mənə zəng gəlin. Gəlirəm indi, bir də gözlə. Hə? Kim haqqı qəpik bin qaytarsan? Yox, sabah eləmədə bin qaytar. Hə? Buyur qaytar. Evdəkilərə əsəbləşirəm. Mən niyə məktəbə qoyursunuz ki, mən də gəlib belə bir adam tanıyıram orada. 10 milyon əhalimiz var deyirik də. Bunları da hesablayırlar. Yəni, heyf. Maşın yeni geldi. Yani beləsi olmamıştı. Flu. Yaxınlaşırsan, yaxınlaşın. Deməli, mən sizə maşını göstərərəm. Deməli, bəh, qapıya bax, baba. Baba. Baldır da, bal. Deməli, dəri salon. Çəkirsən, çək. Dəri salon. Bax, əladır, rula bax. Ay, baba. Çək, manitorunu çək. Bal kimi maşındır da. 25.800-ə. Elə bil ki, su qiymətinə verirəm. Suda su qiymətinə. Lüku da işləkdir. Hər şey yerində, əla. Yəni, belə maşın olmamışdı. Rafael müəllim, rəylərdə yazıblar ki, 22 minə yeri var. Yox. Qapısa baba, qapıya bax. Yoxdur da, belə maşın yoxdur. Gəl bura, yaxınlaş. Gəl. Deməli belə, buraxılış ili 2016. Ban növü, universal 5 qapı, 1.5 motorla ayağı qaza qoyursan, yoxsan da getdin. Yoxa çıxdın da, bax, əla maşındır. Beləsi yoxdur, amma yaxşı oğlanlara aşağı eləyərik. Gəl qardaşım, gəl. Salam əleykum. Yəni belə maşın yoxdur. 23 verin. Qardaşım, 23 nədir? Yox. 25.500, yəni belindədir də. Elə bir ki, su qiymətinədir də, su qiymətinə. 24 verim, razılaşın. Qardaşım, gör sən nə deyirəm. Bax, maşında bir dənə də cızıq yer yoxdur da, Bax, qardaşım, bax. Yəni, diqqətlə bax, bir dənə diqqət. Bu cızıq deyil ki, bu elə bir ki, arı sancır, vəssalam. Gəl, belə eləyək. Nə sən deyən, nə mən deyən. 25 verim, Allah xeyir versin. Demişdim də, yaxşı oğlanlara keçərəm. Olsun. 25.500 ver, apar. Razılaşdım. Amma aformut özünlük. Yaxşı, oldu. Yaxşı. Bu da açar, götür. Əla. Dostlar, tıklayın. Hələ maşınlarımız var. Amerikanka əla nəyi var? Gəlin dostlar, gəlin. Xeyirli olsun qardaşım. Gəl, keç. Bir xotda baxaq. Miri. Harada da abi. Miri. Harada da abi. Miri. Ay Miri. Özünə uyğun maşın sür də səndə. Düş. Ay, xoşuma gəldi. Dedim, minim görüm necə maşındır. Həm də biraz istirahət edeyim də. Minəndən sonra da düşə bilmirəm. Düşə bilmirəm, də kömək eləyərəm sənə. Gəl belə görüm, gəl. Yavaş. Narahat olma. Hadi sən də özünə uyğun maşın sür də. Keç belə keç. Mənə bax. Maşını gül kimi düzəltdirmişsin də. Niyə satdın? Özdə sənə də uyğun idi. Valla maşını aşırandan sonra indiyəcən həkimlərdəmi, maşını gül kimi düzəltdirdim, amma özüm hələ də düzəldə bilmirəm.
Nə qədər pul lazımdır? Ha, pul dedin o 500 manatı mənim də ha. 500 mənim verəcəksən. Boğazım cırılıb, bəyadımca necə qışqıra maşın tərifləyirəm. Day demirəm, maşın yoldan çıxıb 2 dəfə fırlanıb güclə salamat qalmışam. Yalan demirsən ki. Gün kimi düzəltmişəm, elələr hətmişəm ki. Hələ bir dənə də cızığı yoxdur. Özə deyirəm ki, cızıq nədir? Elə bir ki, arı sacım, arı. Gülməyə 500 manatı ver buna görün. Al, halal olsun. Öpürəm. Allah sağlam. Gir o biri maşınlarla ilgili. Salam uşaqlar. Salam müəllimə. Əyləşin. Yaxşısınız? Bəli. Mən də yaxşıyam. Mayar. Burada. Elqam. Burada. Diyar. Burada. Ayat. Burada. Manas. Burada. Tarif. Burada. Firduzə. Burada. Qardaşın. Burada. Deməli uşaqlar, bugün 60-cı səhifədən 75-ci səhifəyə qədər testləri eləyirik. Çatdırsaq, bütün fəsli eləyəcəyik. Sınaq imtahanları bazar günüdür. Aydın olmayan məsələ varsa, deyin, aydınlaşdıraq. Deməli, bir nəfər yoxdur, hə? Bəli, Bağırov yoxdur. Gəlməyəcək. Bayaq həyətdə idi, telefonla danışırdı. Bağırov, yerin rahatdır. İçəri girəndə bir salam ver. İcaza, ədəb-ərkan yoxdur. Ailədə sən nə öyrədiblər? Mama gördüm məşğulsuz, narahat eləmək istəmədim. Belə olmaz. Qalx ayağa. Çıx bayra. Atan içəri necə girir, elə gəl. Eynən o cür. Eynən o cür. Ana olub, nə baxırsınız? Adamzat görməmisiz? Sən olub, nə yazıq baxırsan? Pul zad yoxdur ya. Ölgəşmişsə elə evə girən kimi pul ver. Tez pəncərəni at üçün ürəyim sıxıldı. Gərək başımız üstündən bir yumruq əksik olmasın. Yumruq deyə yumruqdur sizə adam eləyə. Bağırov, sənin atan harada işləyir? Atam müəllimdir. Nədən dərs deyir? Bilmirəm, ham onu müəllim deyir. Nə gündə də buralar? Nə yığışdırmışsın buraları? Nə baxırsınız sifətimə? Adamcaz görməmişsiniz? Murtuz bura gəl. Bəli. Nə gündədir buralar? Niyə yığışdırmışsın buraları? Nə yazıq sifət almışsan? Pul istəyirsən? Pul var. Adam görən kimi pul istəyir sizə. Pul ver. Pul var. Yığışdır buraları. Ehtiyac varsa, anam evə necə girirsə, o cürdə girə bilərəm. Anan harada işləyir? Qadın həbsxanasında nəzarət. Yox, lazım deyil.